Mühərrikin sabit işləməsi üçün ona qulluq vacibdir. Bura avtomobilin ürəyi adlanır. Lakin əksər sürücülər bəzən avtomobilin mühərrikini diqqət eləmir, sonda da fəsadlarla üz-üzə qalır. Bu da avtomobilin ömrünü azaltmış olur. Mühərrikin sabit işləməməsi bir çox amillərdən asılıdır. Burada problemlərin yaranmasının əsas səbəblərindən biri yanacaqla bağlıdır. Keyfiyyətsiz yanacaq birbaşa avtomobilin sabit iş sisteminə mənfi təsir edir. Ustalar da bu cür şikayətlərlə bağlı servislərə müraciət edənlərin sayının çox olduğunu deyirlər. Avtomobil səhər-səhərlər kodlananda orada sıxılma dərəcəsinin düzgün olmadığı təqdirdə avtomobil düzgün işləmir. Və bu da birbaşa yanacaq sərfiyyatına gətirir, çıxardır. Birinci növbədə şamlar sıradan çıxmasını sizə göstəririk. Və ikinci növbədə maşının problemi nədir? Mühərrik işə düşəndən sonra arxada böyük şəkildə tüstüləmələr baş verir. Yəni bu da yağ itkisindən baş verir. Həm ekologiya cəhətdən böyük bir ziyanı var, həm də ki avtomobilin düzgün işləməməsi, natamam işləməsinə gəlir çıxın. Mühərrikdə səhərlər ümumiyyətcə isti və soyuq motora fərqi yoxdur. Xodlandığı zaman bu cür problemlərlə qarşılaşır avtomobil sahibi. İnjektorların vaxtında təmizlənməsi də mühərrikin ömrünü uzadır. Ha belə köhnə alovlanma nakilləri, yararsız babinlər, aşınmış yanacaq pompası da zamanında dəyişilməlidir. Əks halda sonradan meydana çıxacaq problemi arada qaldırmaq üçün daha çox xərcə düşəcəksiniz. Gördüyünüz kimi hal-hazırda injektor problemləri ilə bağlı yaxınlaşıb naməlum yanacaq doldurma məntəqəsindən yanacaq vurduğuna əsasən olaraq püskürtmə, püskürdücü olacaq injektor sistemləri sıradan çıxmışdır. Bu avtomobildə kodlanandan sonra pirboy yaradır və yanacaq sərfiyyatında böyük problemlər yaradır. Mühərrik natamam işlənməsi səbəbi injektorlardır. Hər 30.000 kilometrdən bir injektor sistemlərinin 30 və 50 kilometr arası injektor sistemlərinin yuyulması mütləqdir. Üstündə də yuyulmaq olar, belə də çıxardıb yuymaq olar. İnjektor sistemlərinin sıradan çıxma səbəbləri yanacaqdır və vaxtında olmayan qulluqlardır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, nəqliyyat vasitəsinin mühərrik yağı gecikmədən dəyişdirilməlidir. Üstəlik yağ dəyişən zaman yağ filtri, həmçinin hava filtri də yenisi ilə əvəzlənməlidir. Bunlarla yanaşı radiator və termostatın da işləyə vəziyyətdə olmasına daim nəzarət edilməlidir. Ələkbər Salih, Emin Tağıyev, Telesər.